Bugün paxlava elədik. Qozla, qəşəng bizim Azərbaycan Bakı paxlavası. İndi kəsirəm, inşallah dadını birazdan yeyib baxarsınız. Çox qəşəng. Buradan da o gülləri də çəkərsən. Bugün qızlar bunun üstünə biz gül qoyacaq. Hamısı gül istədilər bugün. Ona görə gül kəsmişik. Qızlar, kim paxlavanı necə kəsir? Forma qoyub kəsirsiniz, yoxsa xəttkeş qoyub kəsirsiniz? Mən də belə kəsirəm. Mən gözəyəm. Biz bugün paxlavanı orijinal eləmişik. 13 qatlı. Güllərdən kəsdiniz, indi qoyarıq. Çalışın üzərinə vuran yumurta ağ getməsin qızlar. Ancaq sarı vurursunuz üzərinə. Başqa heç nə qatmıram. Nə yağ, nə süd. Elə adamlar var ki, yağ qatır, duru yağ qatır. Mən qatmıram. Sadəcə qəşəng, sonra axırda şərbət tökəndə görəcəksiniz. Qəşəng şərbət hazırlamaq lazımdır. Şərbətdə siz yəqin bilirsiniz. Biraz soğuyandan sonra tam vurursunuz üzərinə.